Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı xəbərlər var. Qarabağ, Turan Tovuz, Neftçi və digər klublarımızdan transfer çalışmaları, həmçinin rəsmi transfer xəbərləri var və digər maraqlı futbol xəbərlərlə yanaşı Juninho'nun nə vaxt gedəcəyi artıq dəqiqləşib. Bu barədə də sizlərə məlumat verəcəyik. Eyni zamanda Qarabağın möhtəşəm bir transfer reallaşdıracağı, bu günlərdə adına aydınlıq gələcək futbolçu barədə sizlərə məlumat verəcəm. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Ümid edirəm ki, sizlər üçün maraqlı video olacaq. Videonu bəyənin və şərhlər bölümündə fikirlərinizi yazın. Mən isə xəbərlərin geniş təfsilatından keçid alım. Dəyərli izləyicilər, indi isə transfer və futbol xəbərlərinə keçid alım. Ölkə daxili maraqlı xəbərlərə keçməzdən öncə xarici transfer xəbərləri və futbol xəbərlərinə qısa toxunum dəyərli dostlar. Bugün İtaliya Super Kubokunun final matçı keçiriləcək və İtaliya Super Kubokunun finalında Inter Milanla Milan komandası qarşı-qarşıya gələcəklər. Siz də öz fikirlərinizi yazın. Sizcə İtaliya Super Kubokunun qalibi hansı komanda olacaq? Galatasaray rəsmilərinin gizli görüşdüyü ulduz futbolçunun adına aydınlıq gəlib. Bu Manchester City'nin futbolçusu İlkay Gündoğandır. Onun belə deyək, Galatasaray transferi hal-hazırda gerçək görünür. Bundan əlavə Azərbaycan millisinin futbolçusu Renat Dadaşov bildiyiniz kimi Ankara Gücüdə oynayır. Baxmayaraq ki, heyətə daimi düşə bilmir, amma hələ ki Ankara Gücündə mövsümün sonuna qədər yoluna davam etmək niyyətindədir. Qərar verməyə tələsmir. Növbəti mövsüm üçün növbəti komanda axtarışında olacaq. İndi isə ölkə daxili xəbərlərdən, daha doğrusu Premier Liqamızı təmsil edən klubların transfer xəbərlərindən və digər futbol xəbərlərindən xəbərdar olacaqsınız. Dəyərli dostlar, Səbail heyətini 2 hücumçu ilə gücləndirib. Əldə etdiyimiz məlumata görə dənizçilər Mirabdullah Abbasovla heyəti gücləndirib. Hücumçu etimadı doğrulacağı halda yayda anlaşmanın müddəti uzadıla bilər. Adı hələlik mediaya açıqlanmayan legioner futbolçunun keçidi isə bu günün sonuna kimi rəsmiləşməlidir. Qeyd edək ki, Neftçinin yetirməsi olan Mirabdullah Abbasov 2023-cü ilin sentyabrında Səbaildən İrəvana keçib, daha sonra isə klubsuz qalıb. Kəpəzin hücumçusu Turan Tovuzda bu barədə əslində sizə ilkin danışıqları barəsində məlumat vermişdim. Orxan Əliyevdən söhbət gedir. Bugün hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında Kəpəz komandası xitam verib və Turan Tovuz komandası onu Türkiyədəki təlim məşq toplanışı üçün iştirak ərizəsinə salıb. 29 yaşlı forvard Turan Tovuzla toplanışda iştirak etmək üçün Türkiyəyə yollanıb. Qeyd edək ki, Orxan Əliyev mövsümün ilk yarısında Kəpəzin heyətində 16 oyuna çıxıb və 4 qol vurub. Yerli futbolçular arasında ən çox qol vuran futbolçulardan biridir. Neftçi heyətini müdafiəçi ilə gücləndirir və buna görə Sabah komandasına üst tutub. Macarıstanlı müdafiəçi Mark Tamaş və Alfa Conte ilə müqaviləyə xitam verən Neftçi yeni transfer hədəfini müəyyənləşdirib. Neftçi qış transfer pəncərəsində Sabahın futbolçusu Abdullah Rızayevə elçi düşüb. Bakılılar 21 yaşlardan ibarət yığmamızın formasını geyinən müdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə də hazırdır. Gənc oyunçusu ötən 2 mövsümü icarədə keçirib. Öncə Kəpəzin, daha sonra Araz Naxçıvanın uğurları üçün tər töküb. Qeyd edək ki, Abdullah Rızayev bu mövsümün əvvəlində Sabaha qayıdıb. Uğurlu olsun, nə deyək, Neftçi komandasında düşdüyü çətin vəziyyətdən tezliklə çıxmasını Samir Abbasovun başlığı altında uğurlu nəticələrə imza atacağına inanırıq dəyərli dostlar. Turan Tovuz komandası bir qədər öncə qeyd etdi, Türkiyədə təlim məşq toplanışında gücünü sınayacaq. Rumıniya təmsilçisi Gloria Buzavo ilə. Deməli, bu barədə sizə əvvəlki verilişlərdə xəbər vermişdik, amma oyunun tarixi barəsində məlumat verməmişdik. Deməli, qarşılaşma yanvarın 9-da baş tutacaq. Oyunun baş tutma saatı hələ ki məlum deyil. O da məlum olanda inşallah ki, sizin nəzərinizə çatdıracaq dəyərli dostlar. Və gələk Qarabağ xəbərlərinə. Qarabağ komandasından kimlər gedir, kimlər gəlir, bu barədə sizlərə məlumat verəcəyik. Bildiyiniz kimi bir neçə gündür Qarabağ komandası təlim məşq toplanışına start verib. Juninho da Qarabağına deməli təlim məşq toplanışında iştirak edirdi dəyərli dostlar. Və artıq məlum olub ki, Olaveya Juninho bugün Qarabağın düşərgəsindən ayrılır, İspaniyaya yola düşür. Bəli. İspaniya təmsilçisi Sevilla komandası Juninho üçün Qarabağa 4 milyon avro təzminat ödəyəcək. Bundan əlavə, əgər Sevilla komandası Çempionlar Liqasına vəsiqə qazanarsa, o zaman
daha 250.000 avro da əlavə bonus olaraq Qarabağın hesabına köçürüləcək. Bundan əlavə, əgər Sevilla komandası bu futbolçunu 3-cü tərəfə satarsa, satışın 20%-i məhz Qarabağın hesabına köçürüləcək. Ümid edək ki, Sevilla'da uğurlu çıxış edəcək, ulduzu parlayacaq, daha baha qiymətə satılacaq və onun 20%-i də Qarabağın büdcəsinə köçürüləcək. Belə, bu xəbəri artıq yəqin ki, Juniorun keçidi rəsmiləşəndən sonra yəqin ki, bu Junior ilə bağlı danışmağı yekunlaşdırırıq. İndi isə Qarabağın düşərgəsinə gələcək futbolçular barəsində sizlərə məlumat verək. Dəyərli dostlar, Qarabağın transfer edəcəyi futbolçulardan məlumat verməzdən öncə sizlərə çatdırmaq istəyirəm ki, bildiyiniz kimi Qarabağda artıq 4-5 qapıcı var və xüsusilə burada Koxalski möhkəmlənmiş kimi görünür. Şahrudin Məhəmmədəliyev də Qarabağ təcrübəsi var və Qarabağda ən azı ikinci qapıcı olacaq deyə Fabian Buntic'in Qarabağdan yaxın günlərdə ayrılacağı məsələsi gündəmdədir. Amma bu barədə rəsmi bir məlumatım olmadığı üçün sadəcə bir şayə xəbəri olaraq sizin nəzərinizə çatdırıram. Qarabağ komandasının danışıqlar apardığı futbolçulardan Osman Kamara, Antoine Conte, Lasha Divali haqqında sizə məlumat vermişdik dəyərli dostlar. Burada xüsusilə müdafiəçilər Antoine Conte və Lasha Divali'dən ən azı birinin transfer olunacağı gözləniləndir. Xüsusilə Botev komandasının futbolçusu Antoine Conte Qarabağa keçidə yaxındır. Amma mən çox istərdim ki, Lasha Divali məhz Qarabağın düşərgəsinə qoşulsun. Osman Kamara Abdullah Zubirin mövqeyində çıxış edən, yəni sol cinah hücuma meyilli yarım müdafiəçi kimi çıxış edən bir futbolçudur və Addaya hal-hazırda alternativ futbolçu kimi, Zubiri alternativ futbolçu kimi çıxış edir. Amma burada rəqabətin olması yaxşı olardı. Osman Kamara da həm Dinamo Tbilisi, həm də Astana komandasına özünü göstərmiş futbolçudur. Düşünürəm ki, Qarabağa fayda verə biləcək futbolçudur. Amma hal-hazırda aldığım məlumata görə Qarabağ komandası bir 9 nömrə transfer edəcək, yəni mərkəz hücumçusu transfer edəcək və bu möhtəşəm bir transfer olacaq. Dəyərli dostlar, hal-hazırda araşdırma apardığım üçün bu futbolçunun adını açıqlamayacağım. Kanala abunə olub bildirişi açıq tutsanız, növbəti videomuzda mütləq xəbərdar olacaqsınız. Möhtəşəm bir transfer gözlənilir Qarabağ komandasından və yəqin ki, bugün ya sabah bu barədə sizə məlumat verəcəm. Ekskluziv bir xəbər olacaq, çünki araşdırıram və hər kəsdən öncə öyrənib sizlərə bu barədə məlumat verəcəm. Siz kanala abunə olun, bildirişi açıq tutun ki, bütün bunlardan xəbərdar olasınız. Videonu bəyənməyi və dostlarınızla paylaşmağı da unutmayın. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Mən isə sizlərlə sağollaşıram. Növbəti videoda görüşərik. Hələlik.